Dostlar salam. Hər birinizi xoş gördük. Sabahınız xeyir olsun. Hər birinizi Fəqir Çoban kanalından salamlayıram. Gününüz xoş keçsin inşallah. Biz də neçə günlərdir belə deyim də biraz işimiz çox idi. Firmadan gəlmişdik. Həyətdə bacada heyvanın rahatçılığına bağlı işlərimiz olurdu. Ona görə fürsət eləyib, vaxt eləyib video çəkənmirdik. İnşallah yine davamlı videolarımız olacak. İzlemede kalın. Allah'ın köməyi davamlı olarak videolarımız sizin xidmətinizə çatar. Bu da bizim tahta körpümüz. Düzəltmişik Allah'a şükür. Geçen videolarda görmüştük. İtlərimizdən də cavanları gətirmişəm. Qızıldı. Bir də talan. Talan erkəkdir. Bu qızıl da dişi küçüğümüz damazlıq. Şimdi bunlar da böyüsün, gələcəyə görək. Bunlardan nə olacaq, nə tür olacaq. Sağ olsun. Onda zaman görsənir. Bunların yanına da atalarını qoşmuşam. Bala batır gələcək. Düzdür, video çəkmədiyim günlərdə də heyvanı gətirdiyim günlər var. Amma bu günləri sırf video üçün bu ikisini gətirmişəm ki, həm itlərimizin gedişatını görəsiniz, həm də ki bunlar gəlsin bu yarım günü günortaya kimi də. Günortadan sonra da indi heyvanı axşama qalır otarırıq deyə küçüklər narahatçılıq yaradır. Heyvanı bilmirlər deyə hürküdürlər, qaçırdırlar o yüzden bu yüzden. Günortadan sonra çox vaxt bunlar küçükdür deyə heyvana gətirmirəm. Bax küçükləri mən daim həmişə adətimdir 100 gündən sonra qoyuna yola aparır gətirəndə örüşə belə deyik. Heyvanla beraber yeri gedir gəlir. Həm ayaqları düzəlir, əyilmə olmur. Həm də ki heyvanı tanıyır, yavaş-yavaş örgəşir, bilir qoyun nədir, keçi nədir. Bizim itlər də ki dediyim kimi bizim həyətdə toyuq, cücə, qaz, bax belə şeylər yoxdur. İri mal belə yoxdur. Ona görə bunlar elə şeyə yaddır. Harada görsələr avaraçılıq eləyirlər də bir sözlə. Bax itin qoyun otarmağı budur bax. Sürünün qabağıyla gedər. Yalın döşündə tinlərdə durar, qabaqları yoxlayar. Ki görək təhlükə var yoxsa yox. Bu cücələr nə araya görəndə eşələnirlər hələ, ot yeyirlər. Talan. Güzel. Pit 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 pit. Ot deyirlər hələ bunlar, nə qanır. Ot deyə yekələnəcəklər. Göz alın batır. Bu rəmələrdə bu küçüklərin belə dolaşa-dolaşa, yıxıla-yıxıla dəli tərsinə nə tər gəldi öz bildikləri kimi yeriməklərinin hamısı
demək olar ki, məşqdir. Demək olar ki, onların canına xeyirdir. Həm heyvan öyrənirlər, həm də bütün əzələləri inkişaf eləyir, hərəkət eləyir, ayaqları düzəlir, mil kimi olur. Nə qədər çox yesələr belə, heç bir belə deyək, vitamin qəbul eləməsələr belə, bu gəzməklərin, yeriməklərin, o çayın suda, o yüzə bu yüzə hoppana düşək qaçmaqları, çimişməkləri, hamısı bunların vitamin qəbul eləməklərdir. Ən əsası da ki, günəşin D vitamini, enerjisi, günəşdən olan D vitamininin bu itin canına dəyməyi ona nə qədər xeyirdir, heç bir dərman, iynə onun əvəzini verə bilməz. Anası da oradadır. Artık gün ortadır, biz de otara yavaş yavaş gideceğiz. Ve bu güzeller de bu günləri gəzdikləri bəsdir. Vaxt var idi. Bunların atası Batır bu boydaydı bak. Bu vaxtı 4 aylıq idi, elə başdı. Mayın 15'i bunlar olub. Atası da aprelin 16'sı olub. Bir ay aralarında fərq. Keçən bu vaxt 5 aylıq idi ataları. İndi bunlar da bir ay fərqləri var. Maşallah ilə ataları boyda, ondan da iri vəziyyətdədirlər. Allah'a şükür, salamatçılıqdır. Qurtbasarı biz hamımız qorumalıyıq bir Azərbaycanlı olaraq. Bu qurtbasar genini, bu qanını, söhbət təmiz qandan gedir. Təmiz şəcərəsi bəlli olan,
itlərdən gedir də, yəni qanı qarışmamış. Hamısını qorumalıyıq, daha balacasından yekəsinə kimi. Vaxt olacaq, sağlı olsun. Qorumasaq da, bax belə deyim. Qorumasaq, ancaq şəkillərə baxacaq, ancaq videolara baxacaq ki, bizim belə itlərimiz olur. Nətər ki, indi 90-cı illərin şəkillərinə baxırıq. Qurtbasarı görürük, qurtbasar nə boydadır, nə yekəlikdədir. Qoyun qırağında olan köhnə şəkillər var. Sürü qırağında, yaylaqlarda qızılı ağzı qar olanlar var, ala olanlar var. Xülasə, rəng fərqlilikləri çoxdur. Ancaq ki, baxırsan nə boydadır. Amma indiki əlimizdə olan qurtbasarlarla onları müqayisə edəndə görürük, fərq çoxdur. Nəyə görə? Qan qarışıqları qatılıbdır. Xülasə, qohum küsləşmələri olubdur. Qızı atasına, oğlu anasına, bax belə. Bu küsləşmələr olandan sonra cırılaşmalar olubdur, maif olanlar olubdur, anormal olanlar olub. Xülasə, yavaş-yavaş aradan çıxıb. Həm də ki, belə bir gedişat da olub da. Yaxşı, o özünü göstəricisini çox super olan qanın küçüklərindən qırağa başa, yəni tanışa, bilişə, yaxud da belə çobanlar arasında belə bir mövzu var da, yaxşı itin balasını saxlayarlar, verməzlər ki, qırağa çıxmasın belə elə. Elə şey eləmək lazım deyil. Yaxşı itin balasını yaxşı saxlayana, yaxşı yoldaşa istiqamət elə, qoy aparsın, saxlasın, artırsın. Yəni istəmirsən ki, problem olsun, özün də daim nəzarət elə. Mən şəxsən öz verdiyim küçüklərə tez-tez soruşuram, yoldaşlar da demək olar ki, YouTube kanalı hamısı izləyirlər. Daim nəzarətdə özlərindən söhbət edirəm, soruşuram, qurtarmanı verildi, verilmədi, vaksini nə vaxt oldu, olmadı. Çünki məndən qabaq zulüm çəkilir, məndən qabaq əziyyət çəkilir. Mən də vaxtında bir 5-10% də mən əziyyət çəkmişəm. Ondan sonra da o əziyyətinə yoldaşlar çəksinlər, saxlasınlar da. Burada böyük bir şey yoxdur, nə də ki, çətin bir şey yoxdur ki, yəni nə var ki, bunun vaxtında dərmanını, qurt dərmanını ver. Vaksini, küçük vaxtı biraz vaksin tez-tez vurulur. Vaksin də işləri avand olsun, qiymətlərini də qaldırıblar. Bir arada tapılmadı, zulümlə, dərd bəlayla tapdıq, vurdurduq. İndi hal-hazırda var, multikan da var, biokan da var. Bunların hamısının vaxtında olunsa, bunların da xəstəlikləri olmaz, bunların da ölüm itimi olmaz. Gələcəkdə də bunlar da artar, çoxalar. Bax elə, mən belə deyim də, keçən il bu vaxt mənim əlimdə bir dənə bunların atası var idi. Hal-hazırda sentyabr ayıdır, apreldən sentyabra 5-6 ay eləyir. İndi hal-hazırda mənim əlimdə 5 dənə qurtbasar var. 2 dənə bunlardır, atasıdır, anasıdır, bir də basar var, odur. Yəni demək istədiyim nədir? Keçən il bir dənə idi, bir il ərzində hal-hazırda Allah'a şükür 5 dənə olub. Bir özü 4-ünü də artırmışıq. Yəni mənim kimi 5 nəfər, 3 nəfər, ya məndən yaxşıları da var, sağ olsun qardaşlar, o qədər əziyyət çəkirlər ki. Artırırlar, çoxaldırlar, istiqamətləndirirlər. Eləmək lazımdır, çünki bu, yenə dediyim kimi, vaxt olacaq, hal-hazırda əlimizdə olanları saxlamasaq, o şəkillərə baxacaq ancaq ki, bax, belə itlərimiz olub bizim. Bu İşləri avanda olmamış, günləri qara olmuş ermənilər qampır çıxardıb ortaya. O qampır hardan çıxıb? Armenski qampır. O Qarabağ torpaqlarında o vaxtı qalan bizim yerli itləri apardılar. İtə pişiyə vurdular, ortalığa bir it çıxartdılar. İndi də dünya səviyyəli qampır olub. Amma biz əlimizdə olan qurtbasarı qorumaq istəmirik. İnşallah ki, yaxşı olacaq, sağlı olsun, əziyyət çəkmək lazımdır. Qulluğunda durmaq lazımdır. Vaksinini, iynəsini, dərmanını vaxtında eləsək, inşallah ki, bunlardan da bir nəticə əldə eləyərik, sağlı olsun. Oradan gəlir abi. Gedək evə.
Biraz bunlar otunu ötürsün, biz de istirahat eləyək. Bunlar da yerine yurduna salayım. Dincəlsinlər daha günortadan sonra. Ya Mari gətirərəm, ya Basarı. Bunlar kuru günü gəzməsin. Həm də axşama dediyim kimi biraz qaranlığa qalır, otarırıq heyvanı. Bunlar da küçükdür, heyvan hürküdür, başı çıxmır, qanmır. Bax elə. Dostlar, demək günortadan sonra Basarla devam edirik. Basarı açdım, ərlənsin, biraz çayda çimsin. İyisi qoxusu dağılsın. İnşallah yaxşı olacaq. Günah olmuş, iri çəpişdir, özü də təkiyə gəlir. Yenə anasından əl çəmir, əmi deyil. Keçi belədir də, altında əmə özü təkəsinə alır. Bax, eləcə də qış da gördüm doğdu. Keçinin özü də balasını əmizdirə, elə baxırsan ki, özü doğdu. Mən şəxsən özüm canlı şahid olmuşam, öz əlimdə olub, bu qış, bu yay oldu. Yəni bu rəmədə olduğum müddətdə keçi sağımımız var idi, içində südlü keçilərdən sağırdıq. Keçinin boğaz olduğunu mən bilmirdim. Yəni aldığım adamda təkiyə gəlibmiş. Qarnı da boğaz imiş. Balasında erkək idi, biraz faraş səpişi vardı, satmışdım. Keçinin südü getdikcə azalır da. Gördüm ki, onunla bərabər də başqa keçilər də var. Gördüm daha ucu soğulurlar. Sağmırdım. Bir gündən bir zad bax belə sağırdım ki, qoy təmiz qurusun, əmələ gəlsinlər. Bu da buynuzlu qaraboyun keçi idi, iri keçi idi. Günorta sağdım, əməli başda süd gəldi. Yəni boğaz keçidə görəsən ki, südü quruyar, ya rəngi saralar, ağız olar. Ağız deyirik də, belə maya. Yəni konkret Allah şahid, günorta sağdım. Axşam gördüm keçi ilə mərmərməliyir, o üzə döyükür, bu üzə döyükür. Dedim, yəqin bu təkəsiz zadı alıbdır. Özü də çəpişsəz salacaq, yəni zuluma düşəcəkdir. Ondan qabaq da elə bir keçim olmuşdu, elə ondan 5-6 gün qabaq bir keçi çəpiş salmışdı. O da bax elə həmin qayda eləyirdi. Lığ doğmuş da, tükü zadı gəlməmişdi çəpişin. Toluq bir şey idi. Yəni dedim, bu da yəqin təkəsini alıb çəpiş salacaq. İşte günortaydı elə heyvan. Arxaca döymüşdük, gördüm elə. Bu yatır durur. Baş südlə gəlib. Dedim, bu valla çəpiş salacaq. İri də keçi deyil, hayf oldu. Atı dəmcəyi var idi. Südü çox keçi idi. Xülasə gördüm, dırnağı zadı çıxdı. Xülasə mən də kömək elədim. Ay maşallah, baxdım ki, çəpiş normal çəpişdən iri çəpiş düzdür. Doğuzdurdum, ağzını burnunu sildik. Quruladı elədi, iri çəpiş deməli başdı. Elə öz südünü də bax elə yerində süd var idi. Demirəm, günorta sağmışdım axşama kimi də nə otlayıb süd gətirmişdi o idi. Bax o südündən də mayaladı, heç ağız südü zad yox idi. O süddən də mayalandı. Bax elə mən bir həftə, 10 gün, 15 gün, bax belə 20 gün idarə elədi, çəpiş deməli başda iri çəpiş oldu. Sonra qəşəng yelin gəldi, iri əmcəyə doldu südünü. Həm çəpişi əmirdi, çatdıra bilmirdi. Mən də keçi ilə bərabər onu yenə sağaydım. Sonra nəsə elə ehtiyac oldu, təsadüfdən elə bir mənim gözləyirmiş o doğmağa. Apardım, satdım onu. Yəni nə demək istəyirəm, keçi elə bir heyvandır ki, altında çəpişi əmə təkəsini alır, ana keçi. Baxırsan ki, bir yandan əmizdirir, bir yandan doğur. Mən keçən il yox, neçə il ondan qabaqçı ildə keçi saxlayanda elə bir şey olmuşdu. Öz çəpişi dəmirdi, əvvəlki çəpişi. Təzə doğan çəpişi dəmirdi. O da əvvəlki çəpişini satdıq elədik ki, balaca çəpişi
təzə doğduğun südün təmizlənməsin. Keçi artımlı heyvandır. Keçi bərəkətli heyvandır. Sadəcə biraz örüş ola, biraz kömək ola. Yaxşı südlü keçilərdən ala yığasan. Bax belə boş qara tikanlıq olar, rəmələr olar, belə apara hərləyəsən. Yay da olsa, yaz da olsa fərqi yoxdur. Axşam da heç olmasa bir yarım stəkan qabağına arpa unu da aldasan, həm südü çox olur, həm candan düşməyə. Sən də bir yandan sağlasın. Bizim Basarın yenə beyni çönür. Basar, Basar! Basar! Basar haqqında təzə qərarlar qəbul eləmişim özümdə. Qərarım odur ki, əvvəl də deyirdim elə, indi də bir dənə açıqlama olsun. Fikrim oydu ki, ikinci kürsəyə gələndə kürsəyə vuraq, çütə vuraq. Deyirdim də ki, yəni boy balaca olsa, biraz zəif olsa, biraz cansız olsa. Birinci kürsəkdə küçüyün travma alma ehtimalı çox olur, boy balaca qalır. Zəif düşür, küçükləri yəni yaxşı inkişaf eləmir. Olur küçüklər, prosto yəni istədiyin nəticəyi götürə bilmirsən. Mən də bunun boyu, puxunu, özünün gedişatı, canının solluğu yaxşıdır. Bu ayın axırı da bir yaş tamam olacaq. Mən də elə günü sabahdan buna bəzi vitaminlər, iynə dərman var. Onlardan başlayacağım eləməyə. Qurt dərmanını təzə vermişik. Basar, Basar! Ne görəm ha? Qurt dərmanını təzə vermişik indi. Biraz müalicə zad eləyim canı. Bütün belə deyək də naqruskalara, o qarnında əmələ gələcək küçüklərin belə deyim də ağırlığına dözə biləcək gedişatda olsun. Müalicələri də eləsək Allahın köməyinə bu dəfə kürsəyə vuracaq. Kürsəyə də ki Bakıya göndərmə fikrim var. Allahın köməyinə Bakıda Rokki var. Təmiz qurt Basar Aybala cinsindən. Məndə olan Aybala Batırın qardaşıdır. Kopya. Yəni tünd ağzı qara, qızılı ağzı qara itdi. Yəni kopya atasını videonda fasonundadır. Prosto rəngi olaraq rəngi tünd qızılı ağzı qaradır. İndi onu da görmüş olarsınız, yaxud da ki yenə videosunu paylaşarıq. Basarın sütünə inşallah erkək olaraq namizəd oldu. Allahın köməyinə. Marin də kürsək vaxtıdır. Onun da müalicəsini eləmişəm. Elə bu ayın axırına, o bir ayın əvvəlinə gələr kürsəyə. Onun da ki yenə qismət olsa Allahın köməyinə onu da Bakıya göndərmə fikrimiz var. Bakıdakı o həmin pitomnikdə bir dənə yenə tünd qızıl ağzı qara erkək it var. Onun da adı Taro'dur. Taro da Akstafadan getmə itlərdəndir də. Bax belə deyim, Akstafada qızıl var idi. Qızılın balası. Tam yadımda deyil. Yəni düz deməyə bilərəm. Akstafa ya Qazaq. İndi onu da dəqiqləşdirərəm. Qızıl var idi. Qızılın balasıdır. O da ki inşallah onun yanına çütə göndərəcək Mari'yi. Mari də getsin orada yağılsın, gəlsin. Yəni bu qədər əziyyəti, bu qədər zəhməti adam var deyər ki, nəyə çəkirsən, nəyə çəkirsən. Çəkmək lazımdır vallahi. O demək deyir ki, mən xoş günümə çəkirəm, onu yox. Sadəcə artmalıdır, çoxalmalıdır. Bunun dalında durmaq lazımdır, bunun əziyyətini, bunun bütün gedişatlarına kömək eləmək lazımdır ki, çoxalsın, artsın. Ən əsas problem var, o da ki, yaxşı sahiblənən, yaxşı saxlayan yoldaşlar lazımdır ki, onun əziyyətini çəksin, vaksinini, iynəsini, dərmanını vaxtında eləsin. Keçilər ağzını tutub xaricidir. Bax bu gedişatlar Allahın köməyinlə sinə gələn, kömək eləyən, dəstək duran yoldaşlar lazımdır ki, o küçüklərin gələcəyinə bir işıq yolu olsun.
Hə, videoda dedim ki, mən keçənləri bir dənəsini saxladım. Bu günləri Allah şükür 5 dənədir. Gələcəkdə də indi böyük ehtimal ki artacaq. Onu da sus! Gör har edirlər ha. İmkan verməyəcəm mənə bir 5 kəlmə söhbət eləyən bunlara. Hə, onu da ruhsunu Allah bir yandan yetirir. Allah canın fəda olsun. Hər bir heyvanın, hər bir canlının özünün ruhsusu var. Hə, maşallah. Basar. İstədiyimiz nəticəyi inşallah göstərəcək. Geçsin gəlsin Rocky'dən yığılsın. Hə, inşallah ki onun da tünd, tüklü qızılı ağzı qara küçükləri olacaq. Erkək tüklüdür. Bu da tartadır. Hə, inşallah ki yaxşı küçüklər olacaq. Böyük gözləntilərimiz var bundan. Bir ara dedim satacağım, satılır. Yenə də deyirəm. Baxım biraz problem yaradır. Baxmaqla əlaqədar, yerlə əlaqədar. Bu da baxıram ki elə saxlayıb artırmaq hamısından yaxşıdır satmaq. Məsələn həlli deyil. Sağ olsun, Allah deyən olsun inşallah. Əsas odur ki, dediyim kimi Qurtbasar Azərbaycanın milli dəyəri, milli sərvətidir. Onu qorumaq lazımdır. Qorumaq da hamımızın borcudur inşallah ki qoruyarıq, qorumalıyıq daha doğrusu. Basar çimir, özün lağa belədir. Basar! Gəlib üstümə sürtmə, palçanın lağını yerin. Bir qoyna. Qoy qaşınsın, belini, puxanını, kürəyini, başını, simsin eləsin. Biz də qoyunumuzu otaraq. Basar heç nə yoxdur. İncə özünü ata vurduracaq. Hələ oynayır. Basar! O at səni vursa, səni heç nə yığamayacaq ha. Buralarda ölüb gedəcəksin. Bir yerdə dur. Ha dostlar, artıq axşamdır. Saat da 6'dır, 6'ya 5 dəqiqə var. Amma elə və getdiyimiz deyil, hələ otaracaq buralarda. Prosta axşama düşdükcə kamera yaxşı çəkmir. Sözümü də yekunlaşdırmaq istəyirəm. Dediyim kimi nə qədər vaxt belə fermadan gələndən video çəkməmişdim. Bu videomuzda
sırf itlərimizə həsr olunur, qurtbasara həsr olunur. Qurtbasarın gedişatı ilə bağlı olsun. Belə deyim də, təsərrüfatla məşğul olsa bir Azərbaycanlı olaraq gərək həyatımızı qoruyan, keşiyində duran, qoynumuzun yanında xidmətdə olan qurtbasar olsun. Bu gəlmə itləri o qədər də sevməməliyik də. Bizə lazım olan qurtbasardır, qurtbasarın keçmişidir, gələcəyidir. Gəlmə itlər bizim nəyimizə lazımdır. Belə bir şey də var da, yəni gəlmə itlər deyəndə mən bütün cinsləri, sortları pisləməyə çalışmıram. Yəni sözüm gedib başqa yerə çıxmasın. Bizə lazım olan qurtbasarın gedişatıdır, qurtbasarın təsərrüfatda olan xidmətidir. Mən neçə yoldaş tanıyıram ki, daim də əlaqədəyik. Yəni salam mələkimiz var, danışırıq, söhbət eləyirik. Təsərrüfatında qoyunun yanında başqa gəlmə itləri var, amma çoxsu deyim də, bir 70-80% narazıdır onlardan. Onların gördüyü işçilik prinsipindən narazıdır. Yəni xoş deyil onlara, o itlərin onlar üçün qorumaçılıqları, belə deyim də, o xidmət razı deyirlər. Ona görə təsərrüfat üçün yeganə sort mən deyərəm ki, qurtbasar lazımdır, qurtbasardır. Yəni narazılıqlar oldu ki, isti havada qoyuna getmirlər. Yaxud da tülkünün, dovşanın dalından istədikləri kimi. Dovşan deyəndə yəni çaqqalın, tülkünün, canavarın da bax belə bu qism şeylərin dalından istədikləri kimi gedib çatmırlar. Yəni boy çəki fərqli olduqlarına görə 80 kiloluq, 85 kiloluq, 90 kiloluq həyətdə itləri var, bağlıdır. Onu qoyuna apara bilmirlər. Qoyuna gedən nədir? Qurtbasarın boyunda olanlar da, onlar da ki, o qədər iş vermir, o qədər də gedişatı görsətmir. Yaxşı olar ki, qurtbasar saxlayaq da, mən demək istədiyim odur. Qoruyaq, sahiblənək. Qoymayaq məhv olmağa, qoymayaq gəlmə itlərlə, yaxud qohum əlaqələrinlə, cütləşmələrlə sırlaşmağa, məhv olmağa, aradan getməyə. Ona bir sahib çıxaq, ona bir dəyər verək. Keşiyində duraq. Oldu dostlar, sağ olun. Gecəniz xeyrə qalsın. İnşallah yeni videolarla görüşmək ümidi ilə. Allah amanında.